Instagramda nalayiq ifadələr işlədənlər həbs olunub. 29 yaşlı Lənkəran rayon sakini Instagram sosial şəbəkəsindəki Seyid Dəmir hesabı ilə qeyri-etik ifadələr işlədib. Bundan başqa 46 yaşlı şəxs də sosial şəbəkədə internet informasiya ehtiyatlarına qadağan olunan informasiyaların yayılmasına yol verib və ictimai yerdə nalayiq ifadələr işlədib. Həmçinin 29 yaşlı Sabirabad rayon sakini də TikTok sosial şəbəkəsində paylaşdığı videoçarxın rəy bölümünə söyüş yazdığı üçün barəsində protokol tərtib olunub. Məhkəmənin qərarı ilə 29 yaşlı kişi 15 gün, 46 yaşlı şəxs 1 ay, sonuncu isə 10 gün müddətinə həbs ediliblər, saxlanılıblar. Ümumiyyətlə, sosial şəbəkələrdə söyüş hesabına reytinq qazanmaq kimi halların ümumiyyətlə sosial media platformasında qarşısı bu addımlarla, bu sərt həbslərlə, cəzalarla, cərimələrlə alınacaq ümidvaram. Amma bir də demək istədiyim nədir ki, yəni kimsə Almaniyada, Amerikada o bir deyim var, ağzını açır Allah yolunda qoyur filan. O əslində Allah yolunda deyil, ağzını yəni bir ədəb formada açıb söyüşlər söyürsə, o demək deyil ki, siz də Azərbaycanda yəni eyni addımı təkrarlaya bilərsiniz, eyni addımı ata bilərsiniz, eyni şeyi təkrar edə bilərsiniz. Ona görə də ağlınızı başınıza yığın, məsləhət kimi yox, elə özümə də aiddir, mən də videolar bölüşürəm. Söyüşdən kənar ümumiyyətlə informasiya, şərh, fikirlər, sağlam düşüncə, sağlam zarafat.